8 Mart Qadınlar Gününə proloq əvəzi. Qadınlar Gününün bərq vuran, parıltılı, pafosla və bəlağətli cümlələrlə bəzədilmiş təbrikləri sırasında Rüstəm Behrudidən soyuq duş misalı, kəhanət kimi misralar. Gəl, gəl, başım baxdı, Tanrı köygüsü. Dolama beşiyə, laylam, ağım, gəl. Kim səni yendirdi ucalığından, həmişə yendiyim ucalığım, gəl. Xəbərlər göstərir günün ekranı, sonuncu məlumat, danışır Bakı. Bir tikə çörəyə yenən qızların, halından xəbərsiz danışır Bakı. Sənə ata, oğul, sevgili, qardaş, neylim, olanmıram, bu yalan deyil. Qoy hamı bilsin ki, sən ucalmasan, bu vətən, bu millət ucalan deyil. Bayramın qutlu olsun, yenilməz, namuslu, şəhid düşmüş həyat yoldaşının tabutunu çiynində daşıya biləcək qədər məğrur olan Azərbaycan qadını. Balasının dərdi sinəsində dağ olub, bir ömür qan verən yaraya dönən şəhid anası. Qardaşının nəşi ilə bərabər, bəyaz arzuları, mavi röyaları, bakirə duyğuları əbədiyyən gömülən şəhid bacısı.